Biz əyləncənin nəbzinin vurduğu Gəncə fan zonadayıq. Mərdan, sən Gəncədə xoş gördük. Necəsən, necə gedir, təəssüratların necədir? Biz artıq sentyabrın 25-dən buradayıq və Gəncə çox möhtəşəmdir, enerji yüksəkdir və indi də bugün burada səhnədə ola biləcək hakimiyyətin qabağında. Bütün Gəncəliləri gözləyirik. Ver mənim eşqimi, o sənə heç gərək deyil. Gəncədə belə möhtəşəm bir şey keçirmək çox gözəldir həqiqətən. Yarışları izləyirsiniz. Bəli, çox gözəldir. Ən çox hansı idman növünə baxırsınız? Voleybol. Necə enerjiniz? Enerjim möhtəşəmdir. Baxıram gənclərə, həm könüllü olanlara, həm də könüllü olmayanlara, hər kəs o qədər müsbət enerji ilə doludur ki. Əylənə bilirsiniz. Bəli, çox əyləndik. Belə gözəl qrup burada.